Şimdi belə bir şey açacağım. Bəli, bəli. Şimdi analize gəlirəm. Baxın bura. Dizərzəli mən istəyirəm ki, dördüncü yükləməmiz nədir? Dizərzəli birinci. Bunu birə gətirəm birinci. Bax, burada bu işarətdir. Baxın, bu işarəti yaxşı belə diqqətli. Bax, diğerinin yanı belə bir açanda belə bir şey gəlir. 4, 1, 0 onda dokunacaq. Bu nə demək uşaqlar? Bax, diqqətlə. Bax, diqqətlə dinləyim mən. Başa düşün, işin məqsini başa düşməyə çalışın. Bizdə yükləmələr hansı idi? Birinci yükləməmiz daimi yüküdür, yadınıza gəlirmi? İkinci yükləməmiz uzun müddətli müvəqqəti yüküdür, yadınıza gəlirmi? O 1, 2, 3, 4 yükləri belə verdik, də biz. Üçüncü nə idi bizdə? Qısa müddətli idi, yadınıza gəlirmi? Burada verdik. Bu nə idi? Külək yükü verdik, düzdürmü? Dördüncü nədir? Bax, bu çox önəmlidir daha. Bunu pusat da başa düşənmirlər. 20 ildir layihə işlə bunu başa düşəmir. Məna nədir? Məna deyil ki, norma sənə. Biz keçən dəfə sizlə eləyəndə zəlzələ yox idi, düzdürmü? Nə idi? Daimi yükü bir verirdi, 2 müvəqqət və heç bir yük azalmasına getmirdi, düzdürmü? Amma norma deyir ki, əgər zəlzələ olanda bu daimi və müvəqqəti, uzun müddətli fərq yoxdur. Uzun müddətli, müvəqqəti, qısa müddətli, müvəqqəti yükləri azaltmalısın, azalda bilərsin. Buna həddi hal üsulu deyirlər. Baxın, siz hələ keçmirsiniz bunu. Dünyada 3 cürə hesablama metodu olub. 3 cürə hesablama. Bunun biri olub hardasa 1900 təxminən 40 neçələrə qədər, 30 neçələrə qədər olub dağıdıcı qüvvələr üsulu ilə hesablama. Yəni bu elmi var, bu hesablama, bu binalar, bu qurğular belə hesablanır. Ondan sonra hesablama olub buraxıla bilən gərginliyə görə hesablama. Və pusat Avropa ölkələri, dünyanın bir çox ölkələri, Türkiyədir, Amerika'dır, bunlar bu metoddan hesablayırlar. Bunun elmi var, elmlər. Buraxıla bilən gərginliyə görə. Köhnə Sovetlər Birliyi də 1955-ci ilə qədər bundan hesablayırdı. Dağıdıcı qüvvələr, ondan sonra buraxıla bilən gərginliyə görə hesablayırdı. 55-ci ildə Sovet alimlər gəldilər bir araya, çünki orada iqtisadi səmərəli çox önəmlidir. Yəni, bir binayı hesablanmasında bir var bu binayı 5 manata mal eləyəsən, bir var 4 manata mal eləyəsən. Bunun çox böyük önəmi var. Elm adamlar gətirdilər və həddi hal üsulu deyə bir üsul tapdılar və o elmi yazdılar. Pusat bizim elədiyimiz hesablama da odur. Onun adına deyirlər həddi hal. Gələcəkdə keçəcəksiniz bu. Bu həddi halda 2 yerə bölünür. Bunun biri var birinci həddi hala görə hesablama, bir də var ikinci həddi hala görə. Birinci həddi hal hesablama möhkəmlik dayanıqlığın hesablanmasıdır. İkinci həddi hal istismar şəraitinin yerdəşmələr artırır, istismar şəraitinin pozulması deyək. Bax, belə bir şey. Bu da olur ikinci həddi hal. Və bu hesablamaları eləyəndə burada əmsallar ortaya çıxartdılar. İndi normada nə dedilər? Bunlar dedilər ki, ya, məntiqən, bu zəlzələ 200 ildə bir, hətta 1000 ildə bir olur da. 1000 ildə bir. Gəl biz bunu zəlzələsiz hesablayanda bunun öz yükünü nəzərə alır, hesablayırıq da, daimi yük. Amma zəlzələ 200 ildən bir olacaq, 500 ildən bir olacaq. Gəlin biz, amma bunu elmi əsasla əsaslandıracaq. Gəlin bu hesablamalar, çünki zəlzələ yükünü də, bu daimi yükün üstə gələndə çox böyük yüklər yaranır burada. Gəlin dedilər, zəlzələ yükünü nəzərə alanda bu daimi yükdə bir azalmaya gedək. Bax, bunun mənası odur. Yəni, deyək ki, zəlzələ yükü qüvvəyə biləndə hansı ki, bunu hesablama edir. Bunu proqram özü edir. Biz sadəcə proqramı bu tapşırığı verir. Deyək ki, ay proqram, 1, 2, 3 il eləyəndə elə. Amma 4-cü yükləməyi daxil eləyəndə zəlzələdə daimi yükü 10% azalt. Yəni, 0.9-a vur hesabla. Yəni, deyək ki, orada daimi yükümüz 1000 tondursa, sən onu 900 ton götür hesabla. Bunun da adına deyirlər yük birləşmələri. Mənası budur. Və bunu komanda olaraq veririk. Onun bax, 4-1-0.9 yazır. Bunu norma yazır. Bunu mən özümdən demirəm. Gəldik.
İndi ikinci. İkinci deyək, ikinci bizdə nə idi? Uzun müddətli idi, düzdürmü? Uzun müddətli, bu normal ha, bu 0.9, 0.8-i mən özümdən yazmıram, bu hamı deyilər, bu normanın tələbidir. Bax, burada yazıram bunu, bax, 0.8. Bu 4, 1, 0.9, 4, 2, sonra. Şimdi yerini de göstereceğim bana. O trimliyə istiyorsan onu. 4, 2, sonra 9. Şu birim değil. 4. İkincide yerini göster. İkincide deyir ki, müvəqqəti yük olanda avadanlıq yükü götürmüş deyək, uzun müddətli müvəqqəti. Orada 20% azaldı. İkinci yükləməyi alanda, bunu nəzərə alanda. Uzun müddətli yük. Uzun müddətli. Üçüncü nə idi bizdə? Külək idi. Küləkdə deyir ki bunu, hətta deyir bunu küləkdə 50% ilə bax. Bizə düşdün? Bax, görürəm, bir bax, bu azaltma budur. Sən bunun hamısını bir qoyub gedə bilərsən, bunun problemi yoxdur, amma artıq yüklərdir. Bunu siz belə azaltırsınız ki, zəlzələ gələndə bunu avtomatik olaraq azaltmıyor. Bunu norma bizə icazə verir. Bunu normada da bu hardan? Baxın, normada da indi onu sizə yerini göstərəcəm. Normada bu harda öz əksini tapır. Yüklər və təsirlər var, değil mi? Yox, azletini seismikada. Çünki zəlzələnin məsələsidir bu. Seismik rayonlarda tikintidə baxsanız, çünki burada nə qalib, bilirsən, zəlzələ yükünlə o daimi müvəqqəti yükləri əlaqələndirdik və azaltdıq. Ancaq zəlzələ yükündə, indi kombinasiyada baxacaq, o birisi yüklərdə yox ha. Baxın, bunlar biraz ağır gələcək mövzulardır, sadəcə başa düşün. Bax, bu həvan budur, bax. Bax. Bu həmişə. Bax, görürsən bunu. Görürsən, daimidə burada sıxım var, yük birləşməsi. Bunun adına deyirlər yük birləşməsi. Bu həmişə olur. Bu xaricilərdə yoxdur. Xaricilər bunu bir götürürlər. Amma əvəzində onlar daimi müvəqqəti yükü 0.5 yox, 0.25-dən azaldılar. Onlarda biraz metod fərqlidir. Bax, bunun mənası budur. Aydındır. Bunu da elədik mi? İndi gəlirik nəyə? Dinamik yük cədvəlinin yaradılmasına. Dinamik yük cədvəli haradaydı? Buradaydı. İndi deyirik, nə tədir, hatta sözümün nədir? Deyirik, ən əsas məsələyə gəldik, çıxdıq. Azərbaycan, bəli. İndi bunu biz necə nəzərə alacağız burada? Ən əsas məsələ budur. Bax, burada bizim... Bax, buradan bax, deyə bax. Zəlzələ buradan nəzərə alınır. Bizim o zəlzələ yükümüz neçə idi? 4 idi, düzdürmü? Bax, sıralamayı həmişə bilməlisin, sən bunu bilməlisin, hansı 4 idi, 1-4. Gəlirəm buraya. Bax, burada dünyada olan ölkələrin normaları var. Düzdür, burada indi hamısı olmaya bilər, amma əsas ölkələr, burada Rusiyada var, burada Ukraynada var, Amerikada var, Evrokodda var, bax, burada bütün Türkiyədə var, Türkiyə bilməyəcək, Türkiyə dərsən burada yoxdur, bəlkə də var, təzələrdə dərsən var. Yəni, burada olan normalar var. Burada hansını götürəndə o ölkənin normasını qəbul edəcək burada bu. Azərbaycan. Başa düşdünmü? Bəli, burada da bax, gələndə, baxın, Azərbaycan budur, baxın. 2002-də olmuş, ya da 2002. Bax, AZDT-nə 231, baxın, bu həman budur, bax. AZDT-nə 231, yəni bu proqramın içinə salınır. Düşdün? Bax, siz Azərbaycanda bu layihə eləyirsinizsə, seçməlisiniz AZDT-nə 231. Bu nədir buradakı? Bu bizim tikəcəyimiz ərazidəki zonları Yox, bu nədir? Bu bini elə bir ki, hərəkət elətdirəndə bu kompüterə deyirik ki, proqrama deyirik ki, bu bini neçə cürə hərəkət elətdir? Bir belə hərəkət elətdir, bir belə, bir bu, bir ne? Bunu neçə cürə istəyirsin? Başa düşdüm, buna deyirlər, nə tərtiyim bununsa,
Modal massa yox. Yəni, hərəkət sayılar neçə cürə binəyə təsir eləsin bu zəlzələ? Neçə cür eləsin? Bunu məsələn, əsasən həmişə mərtəbə sayı kimi qoyurlar. Burada 5-6 qoyuruz, məsələn, mən deyim, 6 cürə buna təsir eləsin. 6 cürədə bunu elə bir bunlardan nəticə, onu özü eləyir kompüter orada. Onun içindən ən pis sözü çıxartacaq. Əvvəllər bunu əllə eləyirdi 2000-dən qabaq. Məsələn, bir bini o vaxt sizə demişim, 6 ay eləyirdim. Amma burada bax, bütün bunların hamısını kompüter özü bunu sizə özü eləyir, içindən ən əlverişsiz çıxar. Burada gəl yazıq, məsələn, 6, deyək ki, 6 dənə olsun. Bunu yazdım. Bu nədir? Bir budur bu. Qoyun bu həmişə diagonalda qalsın. Bu diagonalda deyək ki, buna diagonalını versin, bir istiqamət həmsin, buna deyil, qoy qalsın buraya. Əsas bunun içindəki budur. Girdi, indi bax buna uyğun, bax buna uyğun. Bizim zəlzələ parametrlərimiz var. Bax budur. Nəyə vurduq mən? İndi bunu harada? Burada bax parametre, bax burada parametre vurdu. Bunu artıq haradan eləyirsən? Bunu artıq eləmək üçün sənin bu norma 50-nin altında olmalıdır. Bu normu göndərmişəm bunu mən sizə. Bunu internetdən özünüz yenilər. Bu norma 50-nin altında olmasa sən bunların eləyə bilməyəcəksin. Doldura bilməyəcəksin. İndi nədir? Birinci nədir burada? Deyək ki, sən zəlzələ olaraq neçə ballıq istəyirsin? Azərbaycanda 2 bal var. 2 zona var. Bir 8 bal var, bir 9 bal var. Sən indi hansını götür? 8-i götür və ya 9-u götür. Bu bina bunun arxasında yenə də fərqi yox. Mən ümumi genel danışıram. Bakı götür, Şəki götür. Bax, burada bütün rayonların ballıq zonası var. Sən Bakıda eləyəcəksən, sən məsələn 8 götürəcəksən. Babək rayon deyəcəm bu, Xocalda 8, Xudatda 9. Yəni, harada inşa edirsənsə, bunların hamısı burada siyasi var. Aşağıdaki 1-2 nə demək? 1-2-3 nə demək? Bax, indeksində diqqət edirsin mi? 8-1, yəni 2 zona var bizdə Azərbaycanda biləsiniz. 8 və 9. Nə 7 yoxdur, nə 10 yoxdur bizdə. Bu proqram ümumi yazıb. Elə ölkə var ki, orada var 7, elə ölkə var ki, orada 10 var. Onda onlar 10 girəcəklər. Bu ümumi. 1-2-dən. 1-2 bunun aşağıda bax, görə. 1 o deməkdir ki, burada sən bu bina layihələdiyin yerdə 100 ildən bir zəlzələ olma ehtimalını nəzərə alırsın. 2 olanda 200 ildən bir zəlzələ, 2000-dən, 1000 ildən bir, 10.000 ildən bir. Bunun mənası, bax budur. Deyək ki, biz bunu Bakıda layihələndirəcək. Bakıda layihələndirəcək, biz bunu neçə götürəcəyik? Demək ki, 8 götürəcək. Aydındır? Amma sən sabah başqa məsələn, Qaxda layihələndirsən idi o, 9 olacaqdır. Aydındır? Bax, bu budur. Onu buraya mən neçə girirəm? 8 girəm. 8 girir. Yəni 8 ballıq bir. İkinci nədir? İkinci burada qurultun sinfi. Azərbaycanda qurultular, dünyanın hər yerində var bu metod, tək bizdə deyil. Sadəcə burada eləsində var A, B, C, D, E, F işarətlərlə. Eləsində var 1, 2, 3, 4. Bizdə də köhnə Sovetlər Birliyi olduğu üçün bizdə qurultun sinfi 4 sinifə ayrılır. 4 dənə sinif var. 1, 2, 3, 4. Gözəl 4-ü çıxır orada. Bu bir nə demək? Bu bir ən yaxşı qurut deməkdir. Azərbaycan zonasında demək olar ki, bir olan sinif çox nadirən Gədəbəy filan tərəflərdə var. Ora təmiz qaya olmalıdır. Yəni bilirsin, qaya olan qurutlar ən yaxşı qurutlardır. O yoxdur. Uzun sözün qısa, 2 ondan biraz pis olan qurutdur. 3 ondan pis olan qurut. 4 çox pis olan qurut. Bataqlıqlar. Məsələn, 4-cü sinif sahələrdə ümumiyyətlə tikintilərin tikilməsi məsləhət deyil, olmaz demirəm, amma məsləhət. Çünki ən pis qurut. Amma bunu bizə konkret geologiya verir. Yəni o desək ki, bunu bizə olsa da hazır verilir bu. Mən mənasını sizə başa salırım. O desək ki, 2-dir, o geologiyada yazılır. Çünki bizə qurut şəraiti verilir. Bini layihələndirmədən qabaq qurut. Orada yazsa ki, 2 ilə elə, 2 ilə olan qaydalar var da, qalınlıq nə olsa, nə olsa. 2 desə 2 götür, 3 desə 3, 4 desə 4. Bir də nadirən olur. Aydındır, bax, bunu verir ki, götürük bunu 2. İndi gəlirik cədvəl 4. Cədvəl 4 gələn kimi həmən bu normamızı açırıq. Bu normada açırıq nəyi? Cədvəl 4-ü. Bax, buraya gələndə cədvəl 3, cədvəl 4. Bax, cədvəl 4 budur. Baxın, həmən cədvəl. Oxuyuram. Nə yazır? Zədələnməsi ətdən bütün və əhalinin təhlükəsi ağır nəticələr
Yaradıb xüsusi məhsul və bina qurulur. Yəni uşaqlar, bunu nə qədər əmsalı çox götürürsənsə, zəlzələ qüvvəsi bir o qədər çox olur ha. 3 götürsən 3 dəfə çox olacaq. Məsələn, 3 olan binalar bizdə layihələndirilmir. Ancaq xüsusi atom elektrik stansiyası ola bilər, yəni çox xüsusi partlayıcı olan yerlər onda 3 götürməlisin. Gözəl, xüsusi insanlar çox təhlükəli bir yer ola bilər. İkinci nədir? Təyinatına görə binalar, məsələn, bir sıra dövlət əhəmiyyətli. Məsələn, sənə o da layihə tapşırıqda göstərilir. Məsələn, prezident üçün xüsusi bir tikili tikilə bilər. Orada qeyd edilir ki, sənə 1.5 götür. Başa düşdünmü? DTX tabii ki. Ondan sonra, üçüncü nədir? Çoxlu sayda insanların toplaşdığı, vağzallar filan. Çoxlu sayda insanlar nədir? Məsələn, sən deyək ki, stadion layihələndirirsin. Çoxlu sayda insanlar. Demək, ondan sən neçə götürməlisin? Bir onda. Ticarət mərkəzi layihələndirirsin. Amma 300 metrədən çox. Və ya bax, orada kabiri neçə götürəcəksən? Bunda ne kabir var? Demək ki, bir onda 4. Gəlin bir görün. Məsələn, xüsusi bax, bunlar bir oxuyursun da, məsələn. Mənim bu nədir? Nəylə saldı? K bax, həmən burada gəlsin, bax. Zəlzələdə seismikada alan əmsallarına bunlar. Azərbaycanda, bax, bu düstura bax, seismika bu düsturdan hesablanır, bax. Bax, bu düstura. İndi biz bunları əllə hesablasaq, gərək əllə hesablayaq. Amma belə hesablayaq, biz bunları kompüterə veririk, kompüter özü orada hesablayacaq. Bax, bu kabir həmən odur, bu kabir budur, bax. Bax, bu cədvəl 4-dədir. Cədvəl 4-ün indi başına bax, bax, bu kabir var, takip edirəm, bax. Bax, kabir əmsalının qiyməti, bax, bunu buradan götürür. Mənası nədir? Binaların xüsusiyyətlərini müəyyənləşdirən əmsaldır. O kabiri bax, buradan götürür. Buradan oxuyuram ki, mənim binam nə təyinatlıdır? Bax, burada bir maddələrlə yəni. Hansına uyğun gəlirsə, onun qabağındakı əmsalı götürməliyəm. Hansı burada yoxdursa, bax, yazın. Yazır ki, 1, 5 və 7 bəndlərində olmayan binalar. Ola bilər ki, mən elə binaları adları burada yoxdur. Onda avtomatik neçə götürməlisin? 1 götürməlisin. Konkret adı varsa bunu götürürsün, adı yoxsa 1 götürürsün. Şəşdün? Bax, yazıb burada. Bunun indi təzə variantı var. Bu təzə variantlarına mən sizə demin, təzə variantı biraz fərqlidir. Siz elə bundan gəl, amma təzə variantı var bilək. Demək ki, biz bunu neçə götürək, gəlin 1 götürək. Yenə deyirəm, əgər mən ticarət mərkəzi layihələndirəcəkdimsə, amma ticarət mərkəzində insanların toplaşacağı insanların sayı 300 nəfərdən çox olmaq şərti ilə. Məsələn, 28 mol, məsələn, Gənclik mol. Onda mən neçə götürəcəkdim onu? 1.4. Çünki adamların çox oldu. Çünki orada daha möhkəm olmalıdır. Stratejik yerdir. Gəlin. Gəl qızım, gəl. İşığı da oradan yandır bir qardaş. Gəl. Yazan sən idi. Gəl.